bir uşağı sinifdə olanlar həmişə ələ salarmış. Bir müəllim də bir aylıq həmən sinifin müəllimini əvəz edir və gəlir. Gəlir dərsdə. Müəllim sual verir həmən uşağa, o ikinci gələn. Uşaq cavab verə bilmir, hamı gülür. Bu uşaq ruhən, onsuz da zaten həyatı bu mənada ruhən, ruh düşkünlüyü var, ruh. Elə o vəziyyətdədir, elə başını salır uşağı. Hamı gedəndən sonra müəllim saxlayır uşağı, deyir ki, bura gəlir, deyir sənə bir beyt yazıram. Deyirəm, bunu əzbərlə. Əzbərlə mənə inşallah sabah sənə sualı verən kimi, istəyən kimi danışarsın. Deyir, elə bu beyti deyirəm. Deyir, adımı necə bilirsən, elə əzbərlə. Yaxşı müəllim. Sabahsı gün gəlir, sinifdə hamı, müəllim o beyti lövhəyə yazır. Yazan kimi tez silir, deyir, kim yata saxladı? Heç kəs əlin qaldırmır, bu uşaq əlin qaldırmır. Uşaq deyir, hamı qıraqdan baxır uşağa təəccüblə. İkinci gün başqa beyt verir, üçüncü gün başqa beyt verir. O ələ salanlar artıq uşağa bir başqa cür baxmağa başlayırlar. Biri deyir maşallah, biri deyir halaldır sənə, biri deyir belə. Uşaqda get-gedə özünə gəlməyə başlayır. Və sonradan o uşağın tarixinə baxdım. O uşaq ziyalı alimlərdən biri oldu dünya səviyyəsində.